Bugünkü mövzumuz qadın sağlamlığında ən mühüm mövzulardan biri olan uşaqlı boynu xərçənginin erkən mərhələdə aşkarlanmasıdır. Uşaqlı boynu xərçəngi qadınlar arasında xərçənglər içərisində 4-cü yerdə dayanır və uşaqlı boynu hüceyrələrindən inkişaf edən bədxassəli törəmələrdir. Bu xərçəng digərlərindən fərqli olaraq erkən mərhələdə aşkar edildikdə müalicəyə asanlıqla tabe ola bilir. Uşaqlı boynu xərçənginin yaranmasında bir sıra risk faktorları vardır. İlk növbədə dayananı insan papilloma virusudur. Risk faktorlarına isə qeyri-düzgün yaşayış tərzi, siqaret, alkoqol istifadəsi, tütünlü vasitələrin istifadəsi, eyni zamanda oral kontraseptivlərin qeyri-normal rejimdə istifadəsi və immunosupressiv vəziyyətlər aiddir. Uşaqlı boynu xərçənginin ən mühüm törədicisi olan insan papilloma virusu son dövrlərdə çox geniş yayılmışdır. Bu virus əsasən orqanizmin immun sistemi tərəfindən tənzimlənə bilir. Lakin bəzi hallarda insan orqanizmində qalaraq hüceyrələrdə dəyişikliyə səbəb olur. Bu iləriki illərdə uşaqlı boynu xərçənginə çevrilə bilir. İnsan papilloma virusunun əsasən yüksək riskli tipləri uşaqlı boynu xərçənginin yaranmasında mühüm rol oynayır və uşaqlı boynu xərçənginin erkən mərhələdə aşkarlanmasında skrininq metodları Pap smear testi və HPV testi əsas faktorlardır. HPV testi uşaqlı boynu xərçənginin törədicisi olan insan papilloma virusunun varlığını aşkar etməyə yönəlmişdir. Pap smear testi ilə birlikdə test olaraq aparıla bilir. Pap smear testi isə uşaqlı boynundan götürülən hüceyrələrin mikroskop altında dəyərləndirilməsi, hüceyrə dəyişikliklərinin erkən mərhələdə aşkar edilməsinə yönəlmişdir. Pap smear testi sadə, asan və ağrısız bir metoddur və hansı hallarda bu testlər hansı intervalla aparılmalıdır? Əsasən 21-30 yaş intervalında Pap smear testi hər 3 ildən bir skrininq məqsədi ilə tövsiyə olunur. 30-65 yaş intervalında isə Pap smear testi HPV testi ilə birlikdə kotest şəklində 5 ildən bir tövsiyə olunur. 30 yaş 65 yaş intervalında Pap smear testi yalnız götürüldükdə isə 3 ildən bir götürülə bilər. Lakin unutmaq olmaz ki, uşaqlı boynu xərçəngi erkən mərhələlərdə simptomsuz keçir. İlərləyən mərhələlərdə isə uşaqlı yolunun anormal qanaxması və qanlı qoxulu ifrazat şəklində özünü biruzə verə bilər. Bu skrininq testlər yalnız simptom olduqda deyil, skrininq məqsədi ilə insanların həyat sxeminə daxil edilməlidir və hər bir qadın öz sağlamlığına məsuliyyətlə yanaşdıqda bu testləri skrininq məqsədi ilə davamlı şəkildə götürdükdə uşaqlı boynu xərçəngindən erkən mərhələdə aşkarlaya və öz sağlamlığını qoruya bilər. Hər bir şəxs individualdır və bu testlərin nəticəsində heç bir patologiya aşkarlanmadıqda bu testlər yalnız dediyimiz intervallar, lakin ilk növbədə götürülən testlərdə patologiya aşkarlandıqda isə individual şəkildə təkrar testlərin götürülmə intervalı fərdi olaraq dəyişə bilər. Hər bir qadın öz sağlamlığına məsuliyyətlə yanaşmalı, bu testləri skrininq məqsədi ilə davamlı verməyi tövsiyə olunur.